Hamıya salam dostlar, yeni videoma hoş geldiniz. Dostlar, sizinle birlikte bugünkü videomuzda sizden gelen itiraflar okuyacağıq dostlar. Çox heyecanlıyam, 4 tane itiraf. 7 tane deyəsən Instagram'a itiraf gelmişti. En çok hansıydısa onu çəkəcəkdim. Mən çox pis dostlar itirafı geldi. Məndə də çoxdular, çox pisdilər həqiqətən də o pis dostlar. Ondan da videomuza geçelim. Bu arada dostlar, bu ağ şey reklamı görsənməsin deyə görün nə gözəl yapışdırmışam. Bu dostlar neçə ilin kompüterdir, sizə elə deyim. Mənim atamın, yəni ki, tələbəlik vaxtlarında işlətdiyi kompüterdir. O qədər fikirləşin. Çox köhnə bir kompüterdir, açılmaqda biraz vaxt aldı. O açılana kadar dostlar kanalıma abone olup like atmayı unutmayın. Başlayalım. Çok heyecanlıyım. Bu arada dostlar, ben bunların hamısını Demi TV'den görüp eləmişim. Siz de Demi TV'nin kanalına abone olup like atın. Hakikaten çok yaxşı bir kanaldır. Mən də həqiqi bir patlisəm orada. İndi bu birazdan İndi dostlar birinci dostumuzla, birinci takipçimizle keçək. Ama dostlar, belə bir tane şey var. Ad veribdi. Birinci de veribdi, üçüncü de veribdi. Hamısı veribdi adlarını. İkisi arxaya yapışdırıbdan biri salam mənim adım belə giribdi. O işte salam mən belə giribdi. Adları verməyəcəm bu videoda. 3 tane oğlan var. 3 tane oğlan var, bir tane kız. Birinci, ikinci ve dördüncü oğlandı, üçüncü ise kızdı. Onda birinci oğlanla başlayaq. Çünkü nömrələr demişəm. Ən yekəsi birincidedir, orta 2-dədir, üçüncüsü ən balacadır, dördüncü də biraz yekədir. Ortadan çox azca yekədir. Onda başlayaq. Salam, neyse. Mənim bir pis dostum var idi. Oxuya bilmirəm, yaxşı, heyecanlı. Salam, mənim adım, nə bilim, mənim adım adına salam. Pis dostlarımdan danışmaq istəyirəm. Mənim bir pis dostum var. Şeytanın insana bürünmüş halıdır. Məndə də elələr çox var. Şeytan kimi şeytanlar insana bürünmüş hallardır. Həqiqətən də yəni ki, çox pislər var. Sizə təzə danışacaqlarım var. 2 dənə çox yaxın dostumu 2 ya da ki 3 gün bundan qabaq itirdim. Elə yox, başqa cür çox yaxın vaxtda danışacağım. Pis dostlar videosu təzədən gələcəkdir. Bu sizdən gələndir. Ve bundan sonra ki pis dostlar videosu travmalar olacaktı. Neyse, öyle yazıbdı. Biz bir gün bununla dənizə getməyə qərar verdik. Amma o mənim sudan qorxduğumu və uşaq vaxtı yaşadığım böyük travmayı bilir. Aslında bunu mən travma videosuna qoya bilərdim. Neyse. Niye ancaq neyse yazmışsan? Qaqa, neyse. Sudan çox qorxdum. Sudan çox qorxuram və dərinlərə getmirəm. Ən az buranın adı nə idi? Boğaza qədər gedə bilirmiş. Neyse. Biz uçuruma yaxın bir yerdə otururduq. Niyə? Yanımda qardaşım olsa oturaram. Başqa bir insan, çox yaxın dostum belə olsa uçuruma yaxın heç kəslə oturmayım. Neyse, uçuruma yaxın otururduq və məni qəsdən uçurumdan aşağı atdı. Bu gülməli deyil.
Əzəbilləmişəm. Bismillahirrahmanirrahim. Bəs bunu kim yazıb da? Uçurumun aşağısı dəniz idi yoxsa? Və mən huşumu itirmişəm. Huşumu itirmişəm. Əzəbilləmişəm. Bismillahirrahmanirrahim. Sonra qorxub gəlib məni çıxardıbdı. Hələ də bilmirəm. Məni çıxartmasaydı o sudan, indi yaşaya bilərdim yoxsa yox. Çox şükür özü yazıbdı. Qorxdum gecə. Gecə saat 23:42 deyil. Gecə saat 12-də video çəkirəm sizə. Bu saatı da dəyişdi. Bu saatını düzəltməliyəm gərək. Əslində 16:08. Nəysə. Yəni ki, mən də belə bir... Dostlar, bu arada siz də hamısını lap ekstrem, hamısını lap belə pis bilsəniz, yazmağı unutmayın. Çünki mən burada baxıram, çox pis dostlar, yəni ki, mən başa düşmürəm. Bu qədər də pis ola bilməz. Siz də hikayələrinizi burada danışmağımı istəyirsinizsə, Instagramda Tunar TV, Tunar tuna.rw.s yazsaz gələr. Tunar TV-də yazsaz gələr. Tunar TV-də yazsaz gələr. Şəklim var orada mənim, qara paltarda bir şəklim var. O şəklim birazdan YouTube'a qoyacağım. İndi YouTube'daki profildəki şəklim orada da var. Neyse. Hamısı salam. Çox təşəkkür etdilər. Dördünüzə salamsız girməyibdi. Neyse. Salam. Sizdən bir məsləhət almaq istəyirəm. Məndən, mən və məsləhət. Neyse. Neyse. Salam, sizdən bir məsləhət almaq istəyirəm. Mənim ən yaxın dostum var idi. Yaxşı ki, var idi. Mənim ən yaxın bir dostum var idi. Həmişə bir yerdə gəzirdik, yeyirdik, içirdik. Bir gün dedi ki, məni işə apara bilərsən, işim biraz uzaqdır. Maşın sürə bilmir. Maşın sürə bilmir. Dedim ki, əlbəttə, yaxşı, gəl gedək. Sonra iş dediyi yer belə bir küçə idi. Reis şübhələndi. Küçə idi. Yəni ki, çox pis şeylər gələcəyini indidən bilirəm. Pis küçə idi deyir. Neyse. Çox pis belə. Çox nətər deyim. O yazmayıbdı, amma mən başa düşdüm nətər bir küçə idi. Belə hamı əli silahlı adamlar küçə idi. Sonra bu dava saldı və özü də qaçdı. Məni ən az 5 adamla tək qoydu. Ən az 5 adamla tək qoydu. Və belə bir küçələrdə biri döyər, sonra ikincisi. Biri döyər, sonra ikincisi döyər. Keçmişəm. Məni ən az 5 adamla tək qoydu. Getməmişəm. Davamı var imiş. Məni ən az 5 adamla tək qoydu və məni eşək bağışlayın sudan və məni uzun qulaq sudan gələnə qədər döydülər. İndi gəlib məndən üzr istəyir. Bağışlayayım mı, yoxsa bağışlamayayım mı? Siz olsanız nə edərdiniz? Mən özüm olsam onu da adamların qabağına atardım. Çünki yəni ki, bir yaxın dostun, yediyiniz, içdiyiniz, ayrı getməyən bir dostun. Belə fikirləşin dostlar, Supan məni belə başqa bir adamların yanına qoyub atıb. Supan mənim dostum deyil, Supan mənim qardaşımdır. Amma yenə də çox ekstremdir. Birinci mi, ikinci mi bilmirəm, amma birinci. Yəni ki, birincidə ölmək riski var. Səndə də ölmək riski var imiş, amma onunki lap pis imiş, xoşu zat gedibdi onu. Sən döyülməsən.
İndi üçüncüyə keçək. Salam, mən ad yazıbdı. Bu arada bu bir qadındır, bir hanımdır. Anım deməyim, salam. Mən ən yaxın bir podruqam, ən yaxın bir rəfiqəm var idi. Hər sirrimi, hər şeyimi onunla paylaşırdım. Bir gün aramızda çox kiçik bir söz söhbət oldu. Sonra bir-iki ay sonra öyrəndim ki, mənim sirlərimi başqalarına deyib və onu həmişəlik sildim. Silməyin. Siz də onu lap pisini eləyin. Deyin ki, yaxşı səni bağışlayıram deyin. Ondan sirləri alın, sonra danışın deyin. 14 yaşında mən bunu bilirəm. Yəni ki, mənim Demi TV, İrəm Demi atanın bir sözü var idi. Yanlışlıkla topunuza basanın topuğuna sıkın. Ayağınıza bilmədən basanın ayağını vurun. Neyse. İndi axırda. Birinci kadar uzun değil ama gene de bu da biraz uzun. Neyse başlayalım. Bugün size hayatımdaki en büyük hayal kırıklığını danışacağım. Bir nəfərlə uzun bir, bu arada bu da oğlan değil, hamısı adını yazmışdı. Bugün size hayatımda en hayal kırıklığı yaşadığım bir nəfərlə uzun bir müddət. Bugün size hayatımda en büyük hayal kırıklığı yaşadığım bir nəfərlə uzun bir müddət dostluq. Neyse gözlüyüm, ben de bunu düzeldim, size danış. Bugün size hayatımda en büyük hayal kırıklığımı danışacağım. Öyle de yazıbdı, mən sevgimi xoşum. Danışacağım. Bu nəfərlə uzun bir müddət dostuyduq. Ona həmişə kömək edirdim. Bir gün mənə çox böyük bir kömək lazım oldu. Nə qədər böyük, maraqlıdır. Neyse. Bir gün mənə çox böyük bir kömək lazım oldu. Bir gün mənə çox böyük kömək etmək lazım oldu və mən buna dedim, zəng elədim dedim. Onun mənə cavabı heç kəsə kömək etmək zorunda deyil dedi. Sən bunun hər şeyinə köməklik elədin, mən belə başa düşürəm. Hər şeyini elədin, amma o heç kəsə kömək etmək zorunda deyil dedi. Bir insanların var olduğunu inanmaq istəmirəm. Gidənlər. Bu kompüter en az 24 ilin kompüterdi. En az 20 ilin kompüterdi. Bu kompüter bugüne kadar neleri kaldırdı? İçine su mu tökülmüştü? Elimden mi düşmüştü? Ama bu kompüter bunları kaldırmaz. Bu kompüter bunları olsa kaldırabilmez. Davamı var. Heç kəsə kömək etmək zorunda deyil dedi. Qəlbim çox qırılmışdı. Heç nə demədən sadəcə yaxşı dedim və telefona ad boy verdim. Və o mənim üçün həmişəlik qutardı. Və hələ də mənə zəng edir, amma ona hər zaman ad boy verirəm. Bilmirəm, açsam nə deyəcəm. Düzgün eləmişsən, düz eləmişsən, nətər deyim. Hər gün yəni ki, elə bir şey eləmək, götürür en yakın dostuna elə bir şey eləmək. Yəni ki, bu nə deməkdir? İnsanlığa, kişiliyə sığmaz. Mən bildiyim qədər oğlansız. Yəni ki, bu bir insanlığa sığmaz. Bildiyim bir dənə üçüncü xanımdır. İkinci salam sizdən bir məsləhət almaq istəyirəm. Dostum deyibdir, rəfiqəm deməyibdir. Qız xanım ola bilər, dostu ola bilər, neyse. Birincinin tamamıyla oğlan olduğunu bilirəm. Üçüncünün de tamamıyla qadın olduğunu bilirəm.
Neyse. Dostlar, gözleyin. Bir videomuzun sonuna geldik. Çok xoşladım bunu. Mən lap çox atın, lap çox sizinlə bərabər şey eləmək istəyirəm. Belə bundan çəkmək istəyirəm dostlar. Ona görə də lap çox hekayətim, lap çox çəkək. Bundan sonramki nə demişdim, nə çəkəcəm? Yadımdan çıxdı. Nə çəkəcəkdim? Nə yadımdan çıxdı? Neyse, bundan sonramkini dostlar ən axır itiraflar çəkək. Çox yaxşı olar. Heç kəsə deyə bilmədiyiniz etirafları bura yazın. Yəni ki, Instagrama yazın. Burada oxuyaq. Çox gözəl olacaqdı o da. Neyse. Bir videomuzun daha sonuna geldik dostlar. Bu serinin davamını istəyirsinizsə like atıp abone olmayı unutmayın. Hamınızı çox istəyirəm. Sağ olun.